Kök altında x kvadratı üstəgəl 20x çıxılsın, kök altında x kvadratı çıxılsın 12x bərabərdir 2 olarsa, kök altında x kvadratı üstəgəl 20x üstəgəl kök altında x kvadratı çıxılsın 12x bölünsün 2x ifadəsinin qiymətini tapmaq lazımdır. Axtarılan ifadənin surətini, yəni kök altında x kvadratı üstəgəl 20x üstəgəlinsin, kök altında x kvadratı çıx 12x ifadəsini hər hansısa bir a dəyişəni ilə əvəz eləsək, a bölünsün 2x ifadəsini təyin etməli. Verilmiş olan kök altında x kvadratı üstəgəl 20x çıxılsın, kök altında x kvadratı çıx 12x bərabərdir 2 və kök altında x kvadratı üstəgəl 20x üstəgəlinsin, kök altında x kvadratı çıxılsın 12x bərabərdir a ifadələrini tərəf-tərəfə vurmaqla və a çıx b vurulsun a üstəgəl b bərabərdir a kvadratı çıxılsın b kvadratı olduğunu nəzərə almaqla alarıq ki, kök altında x kvadratı üstəgəl 20x kvadratı çıxılsın, kök altında x kvadratı çıx 12x kvadratı bərabərdir 2a olur. Kvadrata yüksəltsək, x kvadratı üstəgəlinsin 20x çıxılsın x kvadratı çıx 12x bərabərdir 2a. Mötərizəni açsaq işarələri əksinə dəyişər. X kvadratı üstəgəl 20x çıxılsın x kvadratı üstəgəl 12x bərabərdir 2a. Buradan x kvadratları islah olunar. 32x bərabərdir 2a, yəni a bərabərdir 16x olar. Tapmalı olduğumuz ifadə a bölünsün 2x şəklindədir. A-nın qiymətini yerinə yazsaq 16x bölünsün 2x. Buradan da x-lər ixtisar olunsa 16 bölünsün 2 bərabərdir 8. İfadənin yekun cavabı 8-ə bərabər olar.